Bir neçə gündür sənət adamlarının verilişlərə çıxarılan qonaqlara etirazı gündəmi zəbt edib. Müğənni Səidə Sultanın verilişlərə bayağı mahnı ifaçılarının çıxarılması, şəxsi həyatla bağlı qeyri-etik söhbətlərin edilməsini qınamasına bir neçə sənət adamı qoşulub. Publika Az axşam aza istinadən xəbər verir ki, ötən gün TikTokda canlı yayımda xalq artisti Brilliant Dadaşova, əməkdar artist Abbas Bağırov və klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu, aparıcı Tarix Əliyev məsələni müzakirə edib. Bütün Azərbaycan Üzeyir Hacıbəyevu tanımalıdır, borcudur. Kiminsə arxasında kimsə dayanırsa, mənim üçün toxunulmaz ola bilməz. Bizim şairlərimiz, bəstəkarlarımızı tanımalıdırlar. Tanımırlarsa, cəmiyyət qarşısına çıxmasınlar. Tolik, sən mənə bayağı sual verməmisənsə, o demək deyil ki, başqalarına da vermirsən. Kanalı rəhbəri sənə deməz ki, Fikrət Əmirovu niyə qonaqdan soruşursan? Sənin efirinə müğənni gəlir. Pul verib efirə çıxan müğənni heç olmasa nəsə bilməlidir. Türkiyədə verilişə çıxanda bir həftə mənə nələr dedilər. Nə oxuyacaqsınız, nə danışacaqsınız. Türklərdən bütün pis şeyləri öyrəndik. Amma yaxşını yox, deyə Brilliant Dadaşova bildirib. İşim qurtarıb, oturub onlara dərs keçəcəm. Pul verib efirə gələn deyir, mənə toydan sual ver, deyə Tolik cavab verib. Musiqi savadın olsa da, efirdə savadsız şeylər danışırsan. Lazımsız söhbətlər nə mənə, nə ailəmə, nə də qohumlarıma lazımdır. Müğənni Günel Ələkbərova, sən də efirdə ailədən danışmısan. Mənə sual veriblər, niyə boşanmısan? Ona cavab vermişəm. Övladdan danışmaqla onbadan danışmaq eyni deyil. Mənim eybim yoxdur, musiqidən danışıram, deyə Hüseyin bildirib. Tolik isə ona, heç biriniz namus göstəricisi deyilsiniz. Hansı müğənninin qara məsələsi var? Hamısını bilirəm. Mənim 1, sizin 99 eybiniz var. Hüseyin, ayrılanda danışmazdın. Lalə Məmmədova çıxıb 3 ay boşanmasından danışıb. Mənə lazımdır deyə sənətçiləri təhdid edib. Reyting avadınlığını kim qurub? Onlar efirdə reyting dedikləri biabırçılığı görmür. Görmürlər ki, bugün reyting yığan hansı lazımsızdır? Azərbaycan mədəniyyətinə ləkə vuranlar deyə Abbas Bağırov əlavə edib. Canlı yayıma qoşulan Səidə Sultanla Tolik arasında gərgin anlar yaşanıb. Onlar bir-birinin ünvanına təhqirlər səsləndirib. Daha sonra Səidə Instagram hesabında Tolikin iddialarına cavab verib. Səidəyə dəstək olanlar arasında müğənni Xatirə İslam yer alıb. O şərhdə, sən ürəksən, əsəbləşmə sözlərini yazıb. Səidənin qalmaqallı çıxışına dəstək olanlar arasında müğənnilər İradə İbrahimova, Ramal İsrafilov, əməkdar artist Vəfa Zeynalova və başqaları yer alıblar. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.